Dolğu Jalə Həsənovadır. Jalə xanım, xoş gəlmişsiniz studiyamıza. Xoş gəldiniz. Çox maraqlı bir mövzuyla gəlmişsiniz. İnyeksiya kosmetologiyası. Bu çox maraqlıdır ki, nədir? İnyeksiya Bəli. Cavablandırım. Belə ki, kosmetologiya ümumiyyətcə dermatologiya ilə plastik cərrahiyyə arasında keçid mövqe daşıyan bir sahədir. Bunu şərti olaraq iki qrupa bölürük. Aparat kosmetologiyası və inyeksiya kosmetologiyası. İnyeksiya kosmetologiyası dedikdə, invaziv inyeksiyon üsulla hər hansı bir maddənin, preparatın və yaxud başqa bir maddənin dəri içərisinə yeridilməsi ilə manipulyasiya üsuludur. İnyeksiya kosmetologiyasının bir neçə nevi vardır, belə deyək ki. Yəni, istifadə olunan metodlara aiddir mezoterapiyalar, biorevitalizasiya, botoks, botulotoksin, plazma lifting və yaxud plazma terapiya və 3D lifting, face lifting və yaxud 3D mezosaplar və yaxud qızıl saplar. Yəni, kifayət qədər sinonimli sözlərdir, kifayət qədər bunu müxtəlif adlarla adlandırmaq olar. Xırda məlumat verim ki, mezoterapiya nədir? Mezoterapiya ona deyirik ki, yəni kiçik dozalarla mikroelementlərin, oligoelementlərin, fermentlərin və digər maddələrin dəri içərisinə çox kiçicik xırda inyeksiya vasitəsilə yeridilməsi üsuludur. Növbəti etap bizdə gəlir biorevitalizasiya. Biorevitalizasiya nədir? Dərinin həm xarici, həm daxili strukturasını yaxşılaşdıran, dəri su balansını bərpa edən, gialuron turşulu, təbii gialuron turşulu tərkibli biorevitalizantın dəri içərisinə yeridilməsidir. Bu da inyeksiyon kosmetologiyanın bir bölməsidir. Sonra gedir plazma lifting və yaxud plazma terapiya. Plazma liftingin və yaxud plazma terapiyanın üstünlüyü daha çoxdur. Nəyə görə? İzah edeyim. Çünki bu zaman istifadə olunan material orqanizmin özündən götürülür. Yəni, qan materialı götürülür. Qan materialı xüsusi cihazda işlənilir və işlənilmiş qan materialından hazırlanmış trombositlərlə zəngin plazma dəri içərisinə yeridilərək demək, auto cavanlaşma prosesini bizə verir, orqanizmə verir. Yəni, bütün bu sadaladığımız üsullar hamısı inyeksiya kosmetologiyasına daxildir və dərinin qulluğu üçün, dərinin cavanlaşması üçün nəzərdə tutulan bir üsullardır. Biz birazdan bu üsullar haqqında ətraflı danışacağıq. Mən tamaşaçılarımızın nəzərinə çatdırmaq istəyirəm ki, Turan klinikasında tələbə gənclərə plastik burun əməliyyatlarına 30% endirim olunacaqdır. Bu, yəqin ki, yay tətili ilə bağlı əlaqədar olan bir şeydir. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, tələbə gənclərə plastik burun əməliyyatlarına 30% endirim olunacaq. Digər əməliyyatlara, yəni bütün növ cərrahi əməliyyatlara 20% endirimdir. Oradan çox gözəl bir şansdır. Əgər sizin də burun əməliyyat keçirmək istəyəniniz varsa, ya digər əməliyyatlara ehtiyacınız varsa, Turan klinikasına müraciət edə bilərsiniz. Bax belə, biz davam edirik və gəlin, belə deyək, threadlifting haqqında danışaq. Threadlifting nədir və bildiyim qədər görüntülərimiz də olacaq, daha maraqlı olacaq. Bəli, görüntülər üzərində danışacaq. Buyurun, siz başlayın, sonra görüntülərimizi də tamaşaçılarımıza çatdıraq. Olar. Threadlifting haqqında sizə məlumat verib. Threadlifting inyeksiyon kosmetologiyada son günlərdə kifayət qədər dəbdə olan, kifayət qədər populyarlıq qazanmış bir inyeksiyon üsuludur. Threadlifting, yəni cərrahiyyədə istifadə olunan mezosaplar. Cərrahların, estetik cərrahların sevdiyi mezosaplarla anılır. Və görüntülərimizi də verək, Jalə xanım. Videomuzu da göstərək. Birazdan ekrana gələcək görüntülərimiz və biz davam edirik, Jalə xanım. Deməli, burada görürük görüntülərimizi. Görüntülər üzərində
burada biraz kiçicə izahat verim. Bəli. Üsul 3D liftingdir, 3D meza saplar, qızıl saplar. Yəni burada istifadə olunan çevik iynədir. Onu həkim dəri içərisinə yeridilir və iynənin içərisində polidiakson materialından hazırlanmış bir sap var. Sap qalır dərinin içərisində. Dərinin içərisində qalmış sap müəyyən müddətdən sonra, yəni bu gedir 2-4 ay sorulma başlayır və yeni kollagen liflərini sintez eləməyə başlayır. Yeni sapın ətrafında əmələ gəlmiş kollagen lifləri dəriyə dartılma verir. Dəridə yeni hüceyrələr sintez eləməyə başlayır və bunun vasitəsilə dəridə çox güclü lifting gedir. Yəni qırışlar açılır. 1. Dəri sallanmaları aradan götürülür. 2. Dərinin turqoru yaxşılaşır. 3. Dəridə elastiklik artır. 4 və s. və ilaxır. Bundan əlavə bədəndə də tətbiq olunduğu üçün yəni liposuksiyadan sonra əmələ gələn nahamarlıqlar olur. Təbii ki, o nahamarlıqları da dəri sallanmaları götürdüyü üçün avtomatik olaraq bunlar da, bu problemlər də yoxa çıxır. Doğrudan çox gözəl bir üsuldur. Mən belə başa düşdüm ki, bu cərrahi müdaxiləsiz estetik əməliyyat sayılır hətta. Belə demək olar. Yəni ki, sadəcə inyeksiyalar vasitəsilə siz bu qırışları aradan qaldırırsınız, burada hamarlıq meydana gəlir və əməliyyatdan qorxan insanlar üçün məncə bu üsul onlar üçün ən münasib üsullardan biridir. Buyurun, başqa nələri əlavə etmək istəyirsiniz? Əlavə etmək... Və rəsimlərimiz də olacaq birazdan. Rəsimlərimiz də var. Bunun hətta sxematik bir təsviri var. Mən onu sizə göstərmək istəyirəm. Çox maraqlı bir görüntüdür. Bəli. Birazdan sxematik, belə deyək, təsvir də gələcək ekrana. Bu da çox maraqlıdır ki, necə olur. Artıq görüntümüzü alaq, bəli. Artıq görünür. İzah elədiyim həmin iynələr budur və iynənin daxilində hətta o saplarda görsənir. Saplar iki tərəfli ola bilər. Yəni onun düz versiyası da var və yaxud da ki, ziqzaqvari versiyası da var. Yeridilmə göstərildi, dərinin içərisinə yeridildi artıq və sapın vasitəsilə dəridə kollagen liflərinin görüntüləri görsənir. Bilməm, ekranda Bəli, ekranda görsənir, tamaşaçılarımız da aydın şəkildə görür. Artıq ziqzaqvari saplardır, dəri içərisinə dermaya yeridildi və iynə çıxarılır. Çox effektiv üsuldur və az travmatikdir. Yəni, qanaxma müşahidə olunmur. Reabilitalizasiya müddəti yoxdur. Yəni, kifayət qədər qısa müddətdə, yəni yarım saatın içərisində biz onu təşkil edə bilərik. Bütün pasiyentə verə bilərik. Və bizim yanımızdan çıxandan sonra öz iş həyatına belə qayıdır. Doğrudan da çox rahat bir üsuldur. Həm qısa müddət ərzində bunu edirsiniz, həm də ki, belə deyək, reabilitasiya dövrü olmadığı üçün iş adamları üçün ya bir özəl günə hazırlaşan insanlar üçün bu çox münasib bir üsuldur əslində. Tamamilə haqlısınız. Və belə deyək, bu üsuldan kimlər istifadə edə bilər? Yəni, hansı yaş kateqoriyasında insanlar istifadə edə bilər? Kəskin yaş kateqoriyası yoxdur, belə deməzdim. Yəni, istənilən kosmetik qüsuru, özündə qüsur hesab etdiyi, kompleks yaşadığı hər bir insana bunu eləyə bilərik. Sadəcə göstərişlər olmalıdır. Yəni, hamıya da ucdan tutma istədiyi üçün də eləmək olmaz. Təbii ki, bunda müəyyən qırışlar olmalıdır, eləyək. Elastiklik pozulmalıdır ki, eləyək. Turqoru bərpa eləmək üçün biz onu eləməliyik. Və yaxud da ki, qravitasion ptoz deyilən bir məsəl üçün termin var kosmetologiyada, dermatologiyada, yanaqların sallanması. Yəni, cavan adamdır, sadəcə yaşlanma ilə əlaqədar deyil, yaşdan tez qocalma prosesi gedib, yanaqlar aşağı düşüb və biz onu geri qaytarmaq üçün bir üsula müraciət edə bilərik. Yəni, deyirsiniz, göstərişlər olmalıdır və mən tamaşaçılarımızın nəzərinə çatdırmaq istəyirəm ki, biz inyeksiya kosmetologiyası haqqında danışırıq. İnyeksiya kosmetologiyasına nələr daxildir, hansı prosedurlar, hansı üsullardan istifadə olunur. Studiya nömrəmiz 562-16-61-dir. Mövzuyla bağlı suallarınız varsa studiyamıza zəng edə bilərsiniz. Studiyamızın qonağı isə Turan Klinikasının dermatokosmetologu Jalə Həsənovadır. Və tamaşaçılarımızın nəzərinə daha bir elanı çatdırmaq istəyirəm. Beynəlxalq Uşaq Günü münasibəti ilə
Biri 6-cı ay tarixindən Turan Klinikasının pediatriya şöbəsi aksiya keçirir. Həkim müayinəsi pulsuz, laborator müayinələri isə 50% endirim təşkil olunacaq və uşaqlarınızı Turan Klinikasının pediatriya şöbəsinə aparmağa tələsin. Çünki həkim müayinəsi pulsuzdur, laborator müayinələrə isə 50% endirim olunur. Bax belə və biz davam edirik və digər bir üsul, inyeksiya kosmetologiyasına daxil olan digər bir üsul 3D cavanlaşma. Bu həmin bir üsuldurmu, yoxsa bu digər bir üsul? Həmin üsuldur, 3D cavanlaşma. Bax, 3D cavanlaşma budur. 3D threadlifting və yaxud da 3D cavanlaşma, yəni eyni üsuldur. Sadəcə olaraq bu belə adlandırılması da var, threadlifting və yaxud da 3D cavanlaşma. Cavanlaşma. Çox maraqlıdır ki, bu threadlifting ya 3D cavanlaşma üzün hansı nahiyələrinə yeridilə bilər, yoxsa bütövlüklə üzün dartılması üçün nəzərdə tutulur? Həm bütövlüklə, həm yerli, müəyyən məsafələrə yeritmək olar. Yəni, alın nahiyəsində qaş arası nahiyəyə vertikal və qorizontal qırışları açmaq məqsədi ilə istifadə oluna bilər. Göz ətrafı nahiyəyə kifayət qədər tətbiq olunur, qaşın qaldırılmasında və yaxud göz ətrafı torbacıqları götürmək məqsədi ilə çox gözəl üsuldur. Həqiqətən də çox gözəl effekti var. Yəni, botoksa analoq olan bir üsuldur. Yəni, indiyənə kimi botoksun hələ də analoqu yox idi. Artıq threadlifting onu hardasa gerilədi. Ona görə ki, botoksdan müəyyən pasiyentlər özləri imtina eləyirdi və yaxud hər hansı bir əks göstəriş nəticəsində botoks eləməyə icazə yox idi. Amma threadliftingə heç bir əks göstəriş yoxdur. Yəni, istənilən dəriyə, istənilən orqanizmə bunu asanlıqla eləmək olar. Çox gözəl və tamaşaçımız var, Günel xanım. Alo. Buyurun Günel xanım, eşidirik sizi. Sabahınız xeyirli olsun. Sabahınız xeyirli olsun, hepinize salamlayıram. Mən sualım belədir, gözlə qaşın arasında qırışlarım var. 25 yaşım var sözümün. Gözlə qaşın arasında qırışlarınız var. Bir də kipriyimin üstündə xırda ətlər var. Onun mənəsi lazerlə və yaxud mənəsi götürmək mümkündür. Balaca ətlər kipriyin üstündə. Kipriyinizin üzərində nə var, üstündə nə var? Balaca ətlər. Balaca xırda ətlər. Bu da çox müşahidə olunan bir problemdir. Sualınız varmı Günel xanıma, Jale xanım? Nələri öyrənmək istəyirsiniz? Öyrənmək istəyərdim. O ətlər dediyiniz nə rəngdədir? Ağ balaca ətlərdir. Ağ balaca. Təxminən ölçüsünü deyə bilərsiniz millimetrlə neçə olar? Yox, çox xırdadır. Yəni, elə təzə əmələ gəlib. Çıxıntılı hissəsi çoxdur. Bəli. Aydın oldu. Təşəkkür. Çox sağ olun Günel xanım. Günel xanımda iki problem var idi. Gözün ətrafında qırışlar, gözlə qaş arasında. Gözlə qaş arasında. Mümkündür hər ikisi. Gözlə qaş arasında, yəni danışdığım üsulla da mümkündür götürmək olar və başqa üsullar da var ki, yəni onu... Hal-hazırda ümumiyyətlə Günel xanıma deyirəm ki, bu qırışların aradan qaldırılması o qədər asandır ki, həqiqətən çox asandır. İstənilən halda bunu mümkündür. Özdə hansı vasitə ilə istəyirsiniz, yəni o vasitə ilə, o sizin seçimizə bağlıdır və gəldik o ətlərə. Əsas ətlər. Ətləri birinci gərək vizual baxış keçsin, diaskopiya olunsun nə mənada? Çünki orada müxtəlif etiologiyalı ola bilər. Ola bilər virus mənşəli olsun, ola bilər qaraciyər problemi ilə əlaqədar xlazmalar olsun. Yəni, onu araşdırmaq lazımdır. Lakin hər iki halda götürmək olar. Yəni, etioloji faktor rol oynamadan o defekti, qüsuru, sizi narahat edən qüsuru götürmək olar. Olar. Günel xanım, eşidirsiniz, Jale xanım deyir ki, hər iki probleminiz səbəb nə olursa olsun aradan qaldırıla bilər. Həm də xanımızın 25 yaşı var, doğrudan da onun üçün bu problemlər böyük sıxıntı yarada bilər. Ona görə durmadan müraciət eləmək lazımdır həkimə. Və gəlin davam edək. Mən bir də sizə sual vermək istəyirəm, Jale xanım. Buyurun. Yay fəslində, artıq yay fəslindəyim, dərinin qulluğu üçün, dərinin gözəlləşməsi üçün, cavanlaşması üçün, o problemlərin aradan qaldırılması üçün hansı prosedurlar ümumiyyətlə nəzərdə tutulur? Və göstərişli, yəni çünki bilirik ki, yayda hər prosedura da müraciət etməyə olması yəqin. Təbii. Yəni, kompleksdən danışsaq, təbii ki, ilkin öncə
dəri səthi təmizlənməlidir. Yəni, istər ultrasəs peeling vasitəsilə, istər mexaniki təmizləmə aparılmalıdır dəridə. Ondan sonra dəriyə müvafiq problemi araşdırmaq şərti ilə ona tutalım ki, bir üsul seçilir. Yəni, başlamaq lazımdır mezoterapiyadan. Əgər dəridə quruluq varsa, onu mezoterapiya vasitəsilə nisbətən nəmləndirmək lazımdır. Əgər dəridə qırış varsa, qırışa müvafiq proqram seçmək lazımdır. Əgər dəri yaxşı, normal vəziyyətdədirsə, ona kifayət qədər, məsəl üçün, dar çərçivəli bir sxema seçmək olar. Yəni, ancaq maskalar istifadə eləsin, kifayət eləyər. Yayda yeganə olaraq dəri soyucu vasitələrdən istifadə etmək olmaz. Xanımlardan artıq dərəcə xahiş edirəm. Bu, yəni, frazaya fikir versinlər. Peelingləri dayandırmaq lazımdır artıq. Lazerlardan imkan daxilində uzaqlaşmaq lazımdır və yaxud da ki, əgər günə çıxmayacaqlarsa, ev şəraitində qalacaqlarsa, dar çərçivədə onları eləmək olar. Amma yayda yenə də məqsədə uyğun deyil və imkan daxilində SPF faktorlu, yəni gündən qoruyucu, sunblock deyilən kremlər var. Onlardan istifadə eləsinlər ki, dəriləri gözəl, ləkəsiz, problemsiz, nəmli qalsın. Çox gözəl. Bax, bu da xanımlarımız üçün çox gözəl bir məsləhət idi. Çünki doğrudan da maraqlanırlar ki, bilirsiniz, xanımlarımız gözəlləşməyə çox sevirlər, kosmetologlara müraciət edirlər, müxtəlif vasitələrdən istifadə edirlər. Ancaq bilməlidirlər ki, hansı fəsildə nələrdən istifadə etmək olar, nələrdən istifadə etmək olmaz. Və bu threadlifting dediniz ki, ən son üsuldur, qırışların aradan qaldırılması üçün, dərinin dartılması üçün ən son üsuldur. Gəlin müqayisə eləyək botoksla, çünki dediniz ki, bu botoksa alternativ bir üsuldur. Gəlin müqayisə eləyək, avantajları nədir, yəni hansı birindən daha üstündür? Məsəl üçün, dediniz ki, bu threadlifting daha üstündür botoksdan. Nəyə görə? Nəyə görə? Mən izah eləyim nəyə görə. Çünki threadliftingi botoksda eləyirik biz mimiki əzəllərə. Onları dondururuq, yəni mikroparaliç eləyirik və insan müəyyən müddət ərzində, müəyyən müddət deyiləndə də bu 3-6 ay ərzində nəzərdə tutulur. Mimik hərəkətləri aktiv olmur, donmuş vəziyyətdə olur, lakin çox kiçik müddətdə və müəyyən göstəricilər var ki, yəni ona botoks münasib deyil, eləmək olmaz. Amma threadlifting və yaxud 3D mezosapların üstünlüyü ondan ibarətdir ki, uzun müddətlidir, daha uzun müddətlidir, yəni 2-5 il qalır, botoks 3-6 ay qalır. Burada artıq fərq oldu. Botoks iflic eləyir, amma burada iflic funksiyası daşımır. Threadlifting sadəcə olaraq saplar dərini dartır. Dartıcı xüsusiyyəti var. Bir neçə sapları müəyyən məsafədə dəri içərisinə daxil eləməklə dərini dartmış vəziyyətdə, yəni cərrahiyyə əməliyyatına analıq. Bəli, hətta belə demək olar, doğrudandır, cərrahiyyə əməliyyatına analıqdır. Ümumiyyətlə, dediniz ki, bəzi hallarda botoksa əks göstərişlər var. Bu, hansı əks göstərişlərdir? Botoksa əks göstərişlər, məsəl üçün, şəkər. Şəkərli xəstə, diabetik xəstələrə botoks eləmirik. Təzyiqi yüksək olan insanlara botoks eləmək məqsədə uyğun deyil. Yəni, onlara da botoksu təklif və yaxud da ki, öz xahişləri ilə belə olsa eləmək olmaz. Bax, elə bu hər iki göstərici doğrudan da ciddi bir səbəbdir ki, botoks olunmasın. Ancaq insan, belə deyək, istəyir ki, qırışları geçsin, gözəlləşsin. Demək ki, threadliftinga müraciət eləməlidirlər və daha bir tamaşaçımız var. Könül xanım, alo. Alo. Sabahınız xeyir. Sabahınız xeyir, xanım. Buyurun, Könül xanım. Mənim həkimimizdə bir sualım var idi, xanım. Məndə göz ətrafında qırışlar var. Bir də ki, gözümün üstünün ətrafında boşalmalar var. Yəni, mən müraciət eləmək istəyərdim həkimimizə. Gözəl xanımdır, biz də baxırıq ona, çox xoşumuz gəlir. Biz də gözəlləşmək istəyirik təbii ki. Mən müraciət eləmək istəyirdim ki, xanımımız bu qiymətləri də elə bir qiymət eləsin ki, bizim kimi xanımlar da gəlib orada gözəlləşsinlər. Belə Könül xanım, doğrudan çox yaxşı bir mövzuya toxundunuz. Biz çalışacağıq bu suala da aydınlıq gətirək. Bax, Könül xanım, neçə yaşınız var? Mənim 36.
36 yaşınız var, ancaq səsiniz çox, yəni əslində gəncsiniz, ancaq daha bir 10 yaş gənc gəlir səsiniz, deyərdik 26 yaş kimi gəldi. Sualınıza görə çox sağ olun. Cavanlaşmaq istəyir xanım. Bəli, 10 yaş cavanlaşmaq istəyir. Əslində 36 yaşda doğrudan yəni gəncdir hələ, yəni çox gənc yaşdır. Ancaq bax yenə də istər-istəməz yaş getdikcə hər il belə insanın dərisində dəyişikliklər meydana gəlir və xanım da qeyd elədi ki, qocalma prosesi gedir. Durmadan gedir, bəli. Və göz ətrafında qırışlar var, göz sallanması var. Bu əslində yaşla bağlı çox müşahidə olunan bir problemdir. Necə kömək etmək olar? Könül xanıma, həm də qiymətləriniz ümumiyyətlə münasibdirmi? Qiymətlərimiz münasibdir. Təbii ki, münasibdir və onu klinikanın nömrələrinə zəng edib maraqlana bilərlər. Bəli, öncədən maraqlanmaq da olar, yəni. Bəli. Qaldı ki, onu götürmək də mümkündür. İstər qırışı, istər sallanmaları və haqqında bəhs etdiyim threadlifting həm sallanmanı götürür, həm qırışı götürür. Xanım da cavan olduğu üçün 36 yaş, yəni kifayət qədər də onun məbləği də az çıxacaq, yəni imkanı çatacaq ki, gözəllik, yəni göz sallanmasını da aradan qaldırmaq olur mu? Bəli. Qravitasion putos haqqında mən sizə danışdım. O göz ətrafında da və yanaqlarda da sallanmalar olur aşağıya doğru. Həmin onları qalxızır. Və yaxud da ki, belə bir sizə göstərə bilərəm. Bir dəqiqə, şəkillərlə hətta. Bəli. Şəkillərimiz birazdan ekrana gələcək. Oy, necə olacaq? Yəni, müşahidə eləyəndə daha rahat olur. Bəli. Məsəl üçün, burada görsənir. Göz sallanması. Bəli, birazdan gələcək ekrana şəklimiz. Aha, buyurun. Görsənirmi göz sallanmaları? Göz sallanmaları gedib, azalıb. Təbii ki, bunu təkrarlamaq da lazım olacaq. Burun dodaq üçbucağında, məsəl üçün, dəyişiklik kifayət qədər aydın hiss olunur. Göz qaraltısı belə, yəni fərq hiss olunur. Həmin bu dediyiniz 3D cavanlaşma, threadliftinglə, mezosapları istifadə etməklə alınan nəticədir. Əvvəli və sonrası. Yəqin ki, onu tamaşaçılar aydın görür. Bu rəsimləri sırf elə Könül xanım üçün göstəririk ki, görsün ki, o dediyi problemlər doğrudan da həmin Jalə xanım dediyi üsulla aradan qaldırılır. Bəli. Və bu rəsmimizi də biraz böyüdək, daha yaxşı, daha aydın görsənsin tamaşaçılarımıza. Aha, bəli, görürük, artıq biraz böyüdü rəsmlər. Təbii ki, rəsmlərin üzərində görsədəndə daha aydın olur ki, yəni necə dəyişiklik gedir? Öncə, sonra. Məncə, öncəki şəkildə daha aydın görsəndi. Daha aydındır, ona göstərək. Bəli, Könül xanıma aydın oldu. Qiymətlərlə bağlı da deyirsiniz, münasibdir. Öncədən Turan klinikasına zəng edərək, hətta öyrənmək olar belə deyək, qiymətləri və mən tamaşaçılarımızın nəzərinə çatdırmaq istəyirəm ki, Turan klinikasında tələbə gənclərə plastik burun əməliyyatlarına 30% endirim olunacaqdır. Digər bütün növ cərrahi əməliyyatlara 20% endirim və Beynəlxalq Uşaq Günü münasibəti ilə 1 iyundan başlayaraq Turan klinikasının pediatriya şöbəsində aksiya keçirilir. Həkim müayinəsi pulsuz, laborator müayinələrə isə 50% endirim olunacaq və davam edək. Vaxtımız sonlara doğru gedir, ancaq yenə də var vaxtımız. Xanımlarımıza nələri məsləhət görərsiniz? Dərilərinə necə qulluq etsinlər? Nələri etməlidirlər, nələri etməməlidirlər? Buyurun. Nələri etməlidirlər, nələri etməməlidirlər? Bəli, həyat tərzləri necə olmalıdır? Ümumiyyətlə, bu dəriyə doğrudan təsir göstərə bilərmi? Əlbəttə ki, həyat tərzi dəridə öz əksini göstərir. Yəni, həyat tərzi aşağı səviyyədə olanda, stres içərisində insan yaşayanda, onun dərisində ilkin növbədə biruzə verir. Əhval-ruhiyyələrini yaxşılaşdırsınlar maksimal dərəcədə. Yəni, işlə və yaxud sevdiyi işlərlə məşğul olsunlar, çox əsəbləşməsinlər, piyada çox gəlsinlər, oksigen qəbul eləsinlər. Avtomatik əhval-ruhiyyə qalxacaq və dəri gözəlləşəcək.
Yerdə qalan kiçicik hissələrdə bizim öhdəmizə düşür, onları da biz eləyərik. Yəni, nə problemləri var, götürərik. Demək ki, dərimizin gözəlliyi bir özümüzdən asılıdır, bir də kosmetoloqlardan asılıdır. Belə deyək, mən sizə təşəkkürlərimi bildirirəm studiyamıza gəldiyiniz üçün. Əziz tamaşaçılarımız, inyeksiya kosmetologiyası haqqında danışdıq və studiyamızın qonağı Turan Klinikasının dermatokosmetologu Jalə Həsənova idi. Sağ olun, sağlıqla qalın. Düz deyirlər? Hə, düzdür. Kristina artıq yoxlayıb. Deməli peşəkar ağartmadır? Yox, diş məcunudur. Yəni doğrudan ağardır? Bir həftəyə 1 ton. Wow! Yeni Colgate Optic White diş macunu. Yüksək effektli, cılalayıcı mikro hissəciklərlə. Bunu görmək istəyirəm. Özün bax, ağartmada son dəb. Onun təbəssümü göz qamaşdırır. Çox gözəldir. Yeni Colgate Optic White diş macunu. Bir həftəyə 1 ton daha beyaz dişlər. Cinsi zəiflikdən, infeksiyalardan, sonsuzluqdan, hormonal pozuntulardan, əsəb və depressiyadan əziyyət çəkirsiniz? O zaman elə indi zəng edin. Telefonlar 012 562 1052, 012 562 1054. Zəngim sevilən ən gözəl musiqi parçaları. Bu parçanı zəngimsələ istəyirsənsə, X436 kodunu 6900-a göndər. Sevmək istəsən, hasrəti var ayrı. Bu parçanı zəngimsələ istəyirsənsə, X438 kodunu 6900-a göndər. Gəlməsən, ölərəm, ölərəm, ölərəm. Bu parçanı zəngimsələ istəyirsənsə, X439 kodunu 6900-a göndər. Çoxdur bizim yalan basan, şaxta basan eşqimizə. Bu parçanı zəngimsələ istəyirsənsə, X440 kodunu 6900-a göndər. Bulud göy üzünün gözüymüş demə. Göy üzü dolanda bulud ağlayar. Bu parçanı zəngimsələ istəyirsənsə,